yoldaşlar, usta işi var. Mən sizə usta sahəsindən bəhs etmək istəyirəm. Bir neçə usta sahəsindən bəhs etmək istəyirəm. Onların arasında dam ustası var, kafel-metraq olmalıdır. Ondan sonra gəlin elə birbaşa başlayaq. Kafel ustasından başlayaq elə birinci. Deməli, bu kafel ustası işi hardadır? Yəni sizə şirkətin adını da deyim. AZCC-dədir. Tikinti və təmir işləri üzrə lazımdır. Təcrübəli biri olmalısınız. Təxminən 5-10 illik iş təcrübəniz olmalıdır. Kafel və mütləq döşəməsi üzrə də təcrübəniz olmalıdır. Əmək haqqı razılaşma yolu iləndir yoldaşlar. İş saatı da var, qrafiki var, 5 günlükdür. İş rejimidir və saat da səhər saat 9-dan 6-ya kimidir. Belə bir variant var yoldaşlar. Kafel ustası işi idi. Amma metlaq döşəməsi üzrə də təcrübəniz olmalı idi. Sonra dam ustası işi var. Amma bu Şamaxıdadır. Metal, kiremit, şinkles üzrədir. 47 manat da günlük əmək haqqı verir, amma bu əmək haqqının içində yeməklidir. Yəni bir də yoldaşlar bunun yəni əmək haqqını aylıq olaraq da təyin edə bilirlər yoldaşlar. Bəs kim olmalısınız? Metal, kiremit və şinkles dam örtükləri üzrə praktiki təcrübəniz olmalıdır. Navalça sistemlərin quraşdırılması bacarığınız olmalıdır. Dam konstruksiyası və izolasiyası işləri üzrə bilikləriniz olmalıdır. Sonra yoldaşlar fəhlə işi var, daş ustası işi var. M1 Stone Tamet yerində tamet daşları, fəhlə və daş ustası tələb olunur. Fəhlə üzrə tələb olunur ki, fiziki sağlam, məsuliyyətli olun. Daş ustası üstündə daş kəsimi üzrə təcrübəli olmağı tələb eləyir. Təcrübəyə uyğun da yoldaşlar əmək haqqı verir, stabil bir iş yeridir. Belə bir iş fürsəti də var ustalar üçün. Sonra rəngsaz toz boya variantı da var yoldaşlar. Azelko şirkətindədir. 1000 manata yaxın pul verə bilir. 23-40 yaşlı olmalısınız. Orta texniki təhsiliniz olmalıdır. Rəngsaz ixtisası üzrə 2 illik iş təcrübəniz olmalıdır. Səhər saat 5-dən axşam 6-nın yarısına qədərdir. 5 günlük iş həftəsinə malikdir. Nahar da verirlər. Bir də yoldaşlar dəmirçi üzrə rəngsaz işi var. Qaya nəqliyyatındadır. 25-60 yaş aralığında şəxslər üçündür. Deməli, bu sizə 2000 manat civarına yaxın verə bilir. Əmək müqaviləsi imzalayır sizdən. 6 günlük iş həftəsinə malikdir. Binəqədi rayonundadır yoldaşlar. Bu işlərə də müraciət etməkdə CV-niz olmalıdır yoldaşlar. Bu işlərə də müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə, ümumiyyətlə iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi yoldaşlar, siz baxır bu videoyu harada görürsünüz. Misal üçün, siz əgər bu videonu YouTube-da görürsünüzsə, o zaman YouTube-dakı videonun adında qeyd olunubdur. Videonun adına axıra qədər baxsanız, adına. Yox, əgər bu videonu TikTok-da görürsünüzsə, o halda bu videonun adının altında Toğrul Əzizov sözü yazılıb. Həmin o sözü toxunaraq Toğrul Əzizov adlı TikTok kanalına daxil ola bilərsiniz. Kanala daxil olduqdan sonra da diqqət eləsəniz, profildə, həmin o kanalın profilində, biosunda əlaqə vasitəsi yazılır. Bu adətən digər kanallarda da belə olur. Yəni, kiminsə əlaqə vasitəsini götürmək üçün, müraciət etmək üçün şəxsi də o cür eləməyə lazımdır. Bilməyənləriniz yəni bilsin.